Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Antalyada Moldovanın prezidenti Maya Sandu ilə görüşüb. Söhbət zamanı Azərbaycan-Moldova münasibətlərinin perspektivləri müzakirə olunub, əlaqələrimizin inkişaf etdiyi vurğulanıb. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından roluna toxunulub. Ölkələr arasında enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb. Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycanın nümayiş etdirdiyi dəstək bir daha yüksək qiymətləndirilib. Maya Sandu bildirib ki, Moldovada yaşayan Azərbaycan icması ictimai-siyasi həyatda fəal iştirak etməklə bu ölkənin inkişafına öz töhfəsini verir. Görüşdə dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Davam edək, Azərbaycanda özəl reabilitasiya mərkəzləri ilə əlaqələndirmə baxımından problem var. Fikir Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin bugünkü iclasında səsləndirilib. Milli Məclisin üzvü Soltan Məmmədovun sözlərinə görə bu qurumların mərkəzi dispanserlə koordinasiyası önəmlidir. O, xəstələrin qeydiyyatının aparılmasının vacibliyinə də toxunub. Deyib ki, elə xəstə var, özəl mərkəzdə 10 dəfə reabilitasiya keçib, amma qeydiyyatı olmayıb. Sonradan həmin şəxsin reabilitasiya müddətini düzgün qiymətləndirmək mümkün olmur. Toplantıda daha hansı məsələlər gündəmə gətirilib, əməkdaşımız Ləman Pərviz qızı informasiya verəcək. Salam Ləman, söz səndə. Salam, hər vaxtınız xeyir. Bəli, Əmək və Sosial Siyasət Komitəsinin iclası keçirildi və iclasda ölkədə sosial təminatın gücləndirilməsi, əhalinin rifahının artırılması və eyni zamanda əmək münasibətlərinin təkmilləşdirilməsi məsələsi ətrafında geniş şəkildə fikir mübadiləsi aparıldı və qeyd edeyim ki, çıxış eləyən Milli Məclisin üzvü Vüqar Bayramov qeyd etdi ki, bugün Azərbaycanda minimum əmək haqqı 400 manat, orta aylıq əmək haqqı isə 1099 manat təşkil edir və vurğuladı ki, minimum əmək haqqı hazırda orta aylıq əmək haqqının 36%-də yer alır və qeyd etdi ki, bu nisbətin qarşıdakı dövrdə azaldılmasında fayda var. Yəni, bu nisbətin azaldılması zəruridir və hətta nümunə olaraq da çəkdi ki, bugün Avropa İttifaqına üzv ölkələrdə minimum əmək haqqı, orta aylıq əmək haqqının ən az 60%-ni təşkil edir. Buna görə də ölkəmizdə də bu nisbətin azaldılması əlbəttə ki, əhali üçün vacib olardı və çıxış eləyən Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev də qeyd etdi ki, bəli, bu azaldılma cəmiyyət üçün vacibdir və vurğuladı ki, ən az 40% olmalıdır bu nisbət və Musa Quliyev onda qeyd etdi ki, yaxın dövrdə elə Azərbaycanda da minimum əmək haqqının, orta aylıq əmək haqqının artıq 50%-ni təşkil edəcəyinin şahidi olacağıq və qeyd edeyim ki, komitə üzvləri əmək bazarındakı mövcud vəziyyət, məşğulluq səviyyəsinin artırılması və sosial dəstək mexanizmlərinin genişləndirilməsi, gücləndirilməsi ilə bağlı məsələlər ətrafında da geniş şəkildə fikir mübadiləsi apardılar və eyni zamanda sosial ödənişlərin artırılması, əmək haqqının yüksəldilməsi, təkmilləşdirilməsi və vətəndaşlara sosial təminatın gücləndirilməsi məsələsi ətrafında da fikir mübadiləsi aparıldı və qeyd olundu ki, artıq qarşıdakı dövrdə də sosial sahədə islahatların davam etdirilməsi əsas prioritet olacaq və eyni zamanda vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, əmək münasibətlərinin beynəlxalq standartlara yüksəldilməsi bugün əsas hədəflərdən biridir. Qeyd edeyim ki, iclasda iki məsələ gündəmdə idi, diqqət mərkəzində idi. Birincisi, Əmək Məcəlləsində narkoloji xidmət və nəzarət haqqında qanuna dəyişiklik, ikincisi isə gender bərabərliyinin təminatı haqqında qanuna dəyişiklik idi və vurğulandı ki, bugün narkoloji xəstəlikdən əziyyət çəkən xəstələrin tibbi müayinədən keçməsi zəruridir və bunun üçün də bəli, ölkədə kifayət qədər dispanserlər var ki, müasir deməli, standartlara cavab verir. Lakin bəzi bölgələrdə var ki, onlarda bu standartlar yoxdur və qeyd olundu ki, məhz onların da müasir standartlara cavab verməsi və bir-biri ilə koordinasiyalı şəkildə çalışması zəruridir və o da vurğulandı ki, gender bərabərliyi məsələsinə gəlincə isə qeyd olundu ki, bugün dünyanın bütün ölkələrində demək olar ki, bu bərabərlik tam təmin olunmayıb və bunun üçün də işlər aparılır və vurğulandı ki, elə Azərbaycanda məsələn elə Sovet dövründən qəbul edilən qərara əsasən 770 iş yerində qadınların işlənməsinə icazə verilməyib
vermirdi və 2 il bundan əvvəl qəbul edilən qərarla həmin artıq qərar ləğv olundu və qadınların həmin işlərdə işlənməsinə icazə verildi və vurğulandı ki, bu il isə qəbul edilən qərara əsasən artıq eyni iş yerində çalışan qadınlara və kişilərə eyni əmək haqqı veriləcək və bu islahatlar qarşıdakı dövrdə də davam etdiriləcək və vurğuluyum ki, hər iki qanun layihəsi ikinci oxunuşda qəbul edildi və Milli Məclisin plenar iclasında müzakirəyə ötürüldü. Belə mənim sizə çatdıra biləcəklərim bunlardan ibarət idi. Söz yenidən xəbər mərkəzindədir. Güllər Ləman. İşini itirənlər dövlətdən pul ala bilir. Söhbət işsizlikdən sığorta ödənişindən gedir. Bu, işini itirən şəxslərə dövlətin müvəqqəti maddi dəstək kimi verdiyi pul vəsaitidir. Şərtlər və qaydalar necədir? Bununla bağlı digər əməkdaşımız Zeynəb Nadirova qurum rəsmisi ilə birgə məlumat verəcək. Salam Zeynəb, eşidirik sizi. Gülşən, hər vaxtın xeyir olsun. Dövlət Məşğulluq Agentliyindən yeni məlumatımız var. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mütəmadi olaraq əhaliyə bir sıra istiqamətlər üzrə xidmətlər göstərir. Bunlardan biri də işsizlikdən sığorta ödənişidir. Bu hansı hallarda verilir? Təbii ki, işini itirən şəxslərə verilir ki, hansı şəxslərdir bu və eyni zamanda hansı formada proses necə həyata keçirilir, hansı müddətə və hansı məbləğdədir? Bununla bağlı məlumatları elə Dövlət Məşğulluq Agentliyinin şöbə müdürü, təbii ki, media və informasiya şöbəsinin müdürü Əsmər Nəcməddin qızdan alacaq. Əsmər xanım, eşidək sizi, çünki bu istiqamətdə müəyyən bir fikir ayrılığı da yarana bilir vətəndaşlarda. Elə detallar sizdədir. Təşəkkür edirəm. Sizi və tamaşaçıları salamlayıram. Bəli, söhbət işsizlikdən sığorta ödənişindən gedir. İşsizlikdən sığorta ödənişi, işsizlikdən sığorta haqqında qanunda nəzərdə tutulmuş hallarda işçilərin itirilmiş əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş bir təminat formasıdır və bu ödənişi qanunla nəzərdə tutulmuş hallarda işini itirmiş şəxslər ala bilirlər. Bunlar kimlərdir? Dövlət orqanı, hüquqi şəxs və yaxud da ki, fiziki şəxs olan işə götürənin fəaliyyətinə xitam verilməsi, işçilərin, dövlət qulluqçularının sayı və ştatlarının ixtisar edilməsi, əmək müqaviləsinin müddətinin bitməsi, müddətli əmək müqaviləsi ilə çalışan şəxslər, müəssisənin mülkiyyətçisinin dəyişməsi, əvvəllər müvafiq vəzifədə çalışan işçinin öz iş yerinə bərpa edilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması, əvvəllər müəssisədə və yaxud da ki, fiziki şəxs olan işə götürənin yaratdığı iş yerində çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz işinə qayıtmaq hüququndan istifadə etdikdə əsasları ilə işini itirmiş şəxslər işsizlikdən sığorta ödənişi almaq hüququna malik olurlar. Və bu hüququn yoxlanılması üçün vətəndaşlar ilk növbədə Dövlət Məşğulluq Agentliyinin yerli filiallarına, xidmət şöbələrinə və yaxud da ki, DOST mərkəzlərinə müraciət edərək işsiz kimi qeydiyyata alınmalıdırlar. Çünki burada ilk şərt vətəndaşın işsiz kimi qeydiyyata alınmış olmasıdır. Və bundan sonra 10 gün ərzində araşdırma aparılır, şəxsin məşğulluq imkanları qiymətləndirilir və vətəndaşa işsizlikdən sığorta ödənişinin təyinatı və yaxud da ki, təyinatından imtina edilməsi ilə bağlı qərar qəbul edilərək ona bildirilir. Məbləğ və müddət məsələsinə gəldikdə, müddətli əmək müqaviləsi ilə çalışan işçi, əgər onun əmək müqaviləsinə bu əsasla xitam verilirsə, bu zaman təyinat müddəti 3 aydır, məbləğ isə minimum sığorta ödənişi məbləğindədir. Minimum sığorta ödənişi isə minimum aylıq əmək haqqı məbləğindədir. Digər əsaslarla işinə xitam verilmiş şəxslərə isə sığorta stajından asılı olmayaraq 6 ay müddətinə itirilmiş orta aylıq əmək haqqının 50% məbləğində təyinat həyata keçirilir və bu şəxslər 6 aydan sonra onların məşğulluğu təmin olunmadığı halda yenidən 3 ay uzadılma ilə bağlı müraciət edə bilirlər. Statistik göstəriciləri də son olaraq qısa şəkildə qeyd edeyim ki, təkcə cari ilin birinci rübə ərzində 3000-dən çox, 2025-ci ildə isə 10.805 nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub və mütəmadi olaraq qanuna bu ödəniş növünün daha çox vətəndaşı əhatə eləməsi üçün təkmilləşdirmələr və dəyişikliklər həyata keçirilir. Təşəkkür edirəm Əsmər xanım. Bəli, qurum rəsmisi artıq tam aydın şəkildə bunu izləyicilərin diqqətinə çatdırdı ki, fikir ayrılığı yaranmasın. Bəli, bizdən hələlik bu qədər. Gülşən, sözü yenidən sən ötürürəm. Təşəkkürlər Zeynəb. Xatırladaq ki, Zeynəb və təbii ki, Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi bizə işini itirənlərin dövlətdən ala biləcəyi pulla bağlı, vəsaitlə bağlı məlumatları çatdırdı.